Mənim üçün elə gözəllik, qayıdış ora. Mən özüm orada yaşayıram. Qarabağlısınız. Bəli, Füzuli rayonunda, bəli. Yox, Fin şəhərciyi var, orada olam hələ ki. Amma elə bir işğaldan azad olmuş zonasına hələ ki köçməmişəm. Amma yaxınlarda yəqin ki köçərik. Yaxşıdır, bəli. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Allah dövlətimizi qorusun. Əslində sevincimizin həddi hüdudu yoxdur. Allah prezidentimizin canını sağ eləsin ki, torpaqlarımızı aldı, qaytardı. Hətta indi köçürük də yavaş-yavaş, sağ-salamat hamısı. Yox, buraxılmıyor, bu minalar azad təmizlənirdi. İndi getmək istəyirik bu yaxın hal-hazırda. İndi görək inşallah sağlıq olsun. Ümumiyyətlə bu barədə belə deyə bilərəm ki, bu bizim üçün əslində bir qürurdur. Çünki nə görə 30 ildən çoxdur ki, insanlar öz doğma torpaqlarında həsrətlə yaşayıblar. Təbii ki, bunda bizim ən birinci prezidentimizin çox böyük rolu var. Çünki onun siyasəti, onun xalqımız üçün verdiyi töhfələr təbii ki, göz qabağındadır və təbii ki, xalqımızın dəstəyi də önəmlidir. Çünki hamımız bir yerdə bir dəmir yumruq kimi biz xalqımız hər zaman irəlidə olmağa təbii ki, haqlıyıq və hər zamanda biz prezidentimizin təbii ki, yanındayıq. Və bu necə hissdir? Çox qürur verici hissdir. Çünki özüm də bir Qarabağlı olaraq. Amma onu deyə bilərəm ki, insanlar öz doğma torpaqlarını bəlkə son günlərini yaşayırlar. Elə insanlar var ki, yaşları çoxdur və onlar artıq arzusu idi ki, mən öz torpağımı görüm və hətta orada ölüm. Əhəmiyyəti böyükdür. Ona görə də həmin qayıdışı biz alqışlayırıq. Bu xalqın xeyrinədir. Sevindiricidir, bəli, sevindiricidir. İnsanları şadlandırır. Bunlar yaxşı, müsbət keyfiyyətlərdir, cəhətlərdir. Ona görə bunu yalnız müsbət qarşılamaq mümkündür. Mən o qədər sevinirəm ki, bu qayıdışı. Allah prezidentimizin canına can sağlığı versin. Uzun ömür balalarına, özünə, bizim üstümüzdən Allah onu əksik eləməsin. Elə sevinirəm, gecə də sevincimdən yata bilmirəm. Biz Aşağı Əsbara kəndi var erməninin əlində, onu da aldı. Həsrət, yaşlıların həsrəti, cavanların sevinci, uşaqların dünya görüşünün artması ki, bizim necə gözəl yerlərimiz var. İndi orada necə quruculuq işləri gedir. Bundan ötürü prezidentimizə, dövlətimizə, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Allah can sağlığı versin, ordumuzu da daha gücləndirsin. Hamımıza da can sağlığı.